ABŞ-nin vitse-prezidenti J.D. Vance'in fevral ayında regiona səfəri artıq dəqiqləşib. Bu barədə prezident Donald Trump məlumat verərək bildirib ki, vitse-prezident ABŞ-nin dostu olan iki Cənubi Qafqaz Respublikasına, Azərbaycan və Ermənistana səfər edəcək. İlk dəfə ABŞ-nin yüksək səviyyəli rəsmi şəxsi Azərbaycana 2008-ci ilin sentyabrında səfər edib. Həmin dövrdə vitse-prezident olan Dick Cheney Ermənistana deyil, Azərbaycan və Gürcüstana səfər etmişdi. Həmin vaxt Ermənistan Rusiyanın forpostu olduğu üçün ABŞ-nin diqqətindən kənarda qalaraq Qarabağda separatizmi gücləndirdi ki, ABŞ şirkətləri regiona sərmayə yatırmasın və ümumilikdə rəsmi Vaşinqton Cənubi Qafqaza nüfuz edə bilməsin. Bugün isə Ağ Ev administrasiyası prioritetlərini dəyişib və məsələ heç də dünyaya hegemonluq edib regionları nəzarət altında saxlamaqdan getmir. Məsələnin mahiyyəti iqtisadi əməkdaşlıqdan, biznes mühiti formalaşdırmaqdan, iqtisadi dividendlər əldə etməkdən gedir ki, bu da təsadüfi deyil. Amerika dünyanın sırf kapitalist ictimai-iqtisadi formasiyasına malik olan dövlətdir və ona bəlkə də dünyanın ən uğurlu biznesmen rəhbərlik edir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavir, görkəmli politoloq Zbigniew Bzezinski özünü məşhur Böyük Şahmat Taxtası kitabında yazırdı ki, Xəzər dənizi Mərkəzi Asiya ölkələrinin enerji resurslarının və sərvətinin Avropaya açılması üçün açar rolunu oynayır. Buna görə də Azərbaycan böyük geosiyasi əhəmiyyətə malik olan ölkədir. Onun fikrincə ABŞ daim Cənubi Qafqazı diqqətdə saxlamalı, buradakı dövlətlərlə əməkdaşlıq əlaqələrini genişləndirməlidir. Bugün ABŞ-nin Cənubi Qafqazda maraqlarının ciddi formalaşmasını şərtləndirən əsas amillər regionun coğrafi mövqeyi, geostrateji mövqeyi və malik olduğu zəngin enerji ehtiyatlarıdır. Bu baxımdan vitse-prezident J.D. Vance'in səfəri tanışlıq xarakteri daşıyır. Səfər çərçivəsində Zəngəzur dəhlizinin də təməl qoyma mərasiminin keçirilməsi gözlənilir. Amerikanın strateji maraqlarını Cənubi Qafqazda iki mühüm faktor təmin edir. Bunlardan biri tranzit nəqliyyat dəhlizləri, digəri isə regionun ABŞ-nin geosiyasi rəqiblərinin qonşuluğunda yerləşməsidir. İkinci faktor birincidən doğur. Belə ki, Zəngəzur dəhlizinin fəaliyyətində maraqlı olan ABŞ onun təhlükəsizliyini də qorumalı və rəqiblərinin regionda destabil vəziyyət yaratmasına imkan verməməlidir. Digər tərəfdən ABŞ-nin Azərbaycana marağının əsas səbəblərindən biri də rəsmi Bakının müstəqil xarici siyasət apararaq iqtisadi inkişafa diqqət ayırması, beynəlxalq layihələrə müəlliflik etməsindədir. Beləliklə, ABŞ-nin vitse-prezidentinin regiona səfərinin Azərbaycan üçün faydalı olacağı şübhəsizdir. Əvvəla Ermənistanla sülh prosesi sürətlənəcək və sülh müqaviləsi imzalanarsa dayanıqlı olacaq. Digər tərəfdən Azərbaycanın müttəfiq seçilərək onun daha da inkişafına nail olmaq məqsədi ilə 907-ci düzəlişin aradan qaldırılması aktuallaşacaq. Zəngəzur dəhlizinin infrastrukturu üçün sərmayə ayrılması təmin olunacaq.